Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti regionun əsas təhsil mərkəzlərindən birinə çevrilir. Müasir infrastruktura malik Biznes və İqtisadiyyat fakültəsində 500 tələbə 7 ixtisas üzrə təhsil alır. Tədris prosesi üçün 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və aks halları tələbələrin istifadəsindədir. Fakültədə beynəlxalq təcrübəyə əsaslanan tədris tətbiq olunur. Tələbələr həm nəzəri, həm də praktiki biliklər qazanır. Beynəlxalq proqramlarda iştirak edirlər. Binamız 2 blokdan ibarətdir. A blokunda tədris həyata keçirilir, B blokunda isə bizdə inzibati binadır. Orada professor müəllim heyətinin otaqları var, kitabxanamız var, geniş aks hallarımız var. Yaradılan şəraitə belə deyə bilərəm ki, tam belə qəlb universitetlərinin dəkindən də daha yuxarı səviyyədədir. 6 uşaq nəyisə para düşməyə bilər. Biz artıq müasir təhsil yanaşmasında o tələbələrimizi biz həvəsləndiririk ki, xahiş edirik, müəllimin hər həftə məsləhət saatı var 3 saat və gedin müəllimə fərdi qaydada suallarınızı verin. Onlar isə sizə fərdi qaydada məşğul olsun ki, yəni o bəzi hallarda nəyisə para düşmüşsə də həftəlik gedib onları öyrənəsiniz ki, yəni imtahana gəldikdə daha yaxşı performans göstərəsiniz. Bizim yeni binamızda artıq biz bunu edə bilirik. Çünki müəllimlərimizə biz fərdi otaq vermişik və orada tələbə də fərdi qaydada məşğul ola bilir. Fakültədə tətbiq olunan tədris modelləri İngiltərə və Amerika Birləşmiş Ştatlar universitetlərinin təcrübəsinə əsaslanır. Müəllimlərin böyük hissəsinin xaricdə təhsil alması bu prosesi daha da gücləndirir. Tədris proqramımızı yeniləmişik. Oxford alimlər tərəfindən yenilənmiş tədris proqramına əsaslanan biz onlara dərslər keçəcəyik, fənlər keçəcəyik, ona daxildir. Süni intellekt fənləri daxil etmişik, data analitikası və rəqəmsal iqtisadiyyatla bağlı. Bu ildən biz biznes menecment ixtisasını açırıq və bunun üzrə də Böyük Britaniya İngilis Universiteti ilə əməkdaşlıq çərçivəsindəyik və oradakı 3 nəfər alimlə birlikdə tədris proqramlarını hazır edirik ki, tam qərb universitetlərinin tədris proqramlarına uyğun olsun. Və təhsil proqramları tam müasir standartlara cavab verməlidir ki, əsas da əmək bazarının tələblərinə ki, biz yetişdirdiyimiz tələbələr 4-cü ildə artıq biznes və iqtisad fakültəsini Qarabağ Universitetini bitirdikdə real işlə təmin edilə bilsinlər. Fakültədə yaradılan mühit tələbələrin həm nəzəri, həm də praktiki biliklər qazanmasına imkan verir. Onlar beynəlxalq proqramlarda iştirak edir, sertifikatlar əldə edirlər. Xüsusilə maliyyə və mühasibat sahəsində ACCA sertifikatları və Enactus proqramı üzrə uğurlar diqqət çəkir. Artıq tələbələrə müxtəlif şirkətlərdən iş təklifləri gəlir. Və mən abituriyentlərimizə demək istəyirəm ki, həqiqətən də artıq seçim elədikdə birinci ixtisas seçimi zamanı o ixtisasın sizə nə qatacağına bərabər həmin ixtisası hansı universitetsə daha yaxşı iş təcrübəsi, işə qazanmaqdan ötürü sizə verəcəkləri, xarici təcrübə qata biləcəkləri və bunu öyrədə biləcək müəllimlər hardadır, bunu araşdırsınlar və əmin olun ki, onu araşdırandan sonra Qarabağ Universitetini çoxdan seçəcək. Mən əslində sizə deyim, artıq bizdə 3-cü kurs tələbələri var. Bir neçə artıq müəssisələr mənlə danışıblar. Artıq onları indidən işə cəlb eləməksə, təcrübə kimi cəlb eləmək istəyirlər və inanın 3-cü kurs tələbələrimiz olmanın baxımı artıq bunları istəməkləri artıq mənim üçün çox böyük bir qürurdur, həm də sevinclidir. Tələbələr əmin olsun ki, burada aldığı təhsillə artıq iş axtarmayacaqlar, iş seçəcəklər. Bu yanaşma universiteti qısa zamanda rəqabətə davamlı ali təhsil ocağına çevirib. Burada formalaşan mühit gənclərin həm yerli, həm də beynəlxalq səviyyədə uğur qazanmasına şərait yaradır. Qarabağ Universitetinin xüsusən də azad olunmuş torpaqlarda yaradılması məni çox qürurlandırdı. Bu universitetdə maliyyə ixtisasında təhsil almaq mənim ən böyük arzularımdan biri idi. Çox şükür ki, o arzumu da reallaşdıra bildim. Xüsusən də tədrisin ingiliscə olması məni ən böyük qane edən səbəblərdən biridir. Hansı ki, xüsusən magistr təhsilimi xaricdə davam etdirmək istəyirəm və tədrisin ingiliscə olması mənə çox böyük kömək edir. Məsələn, hal-hazırda dekanımız da ACCA-dən exemption alıb bizim üçün. Bu da maliyyə mühasibat sahəsində oxuyan tələbələr üçün çox böyük bir şansdır. Hansı ki, biz böyük şirkətlərdə bunun sayəsində çox böyük uğurlar əldə edə bilərik. Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsində formalaşan innovativ tədris mühiti müasir tələblərə cavab verən kadrların hazırlanmasına xidmət edir. Bu yanaşma universiteti ölkənin ali təhsil sistemində ön sıralara çıxarır.